Selamun aleyküm, sabahınız hayır. O da malı bu çadır kaynağı. Bir ben bakıyorum hayırlısı. Efendim abi. Selamun aleyküm. Aleyküm selam. Hoş görüşmüşüz. Hoş görüşmüşük. İstikamet Ağdam, kıyaslı. Allah'ım güzel sağlık etsin. Bak belə geldik çattık 4 yola. Belə də 4 yol. İstiqamətimiz Ağdamdır, qiyaslı. Bak bura qəsəbə. Qəsəbədəki bütün qohum əqrabiyada salam olsun. Daha Ağdamdayıq. Gəlmişik. Ağdamlı. Gözəl Ağdamdayıq. Gün olsun bir dəfəlik qayıdıb gələk. Elə hamı qayıtsın, gəlsin ürəyində olanlar yerinə yurduna inşallah. Bak bu da Xaçın çayın körpüsü. Xaçın çayı gözlər, Xaçın çayı. Körpüdə qəşəng güzel var. Qərbət də tikilir. Burada baş qərbət, qərbət kəndi. O gün olsun hamı sağ salamat qayıtsın, gəlsin. Qərbət də gözəl qərbət tikilir. Bütün qərbətdən olan dostlara, qardaşlara salam olsun. Daha kəndiniz tikilib, daha nə qalıb ki, vəsiyo. Qayıdıb gəlmək, inşallah. Gün o gün olsun, hamı qayıtsın, gəlsin. Elinə, obasına, kəndinə. Allah ağlı başkomandanın kürəyində dursun. Ordumuzun kürəyində dursun. Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Burada ən məşhur Uzundərə. Uzundərə. O qədər buradan oxuya-oxuya getmişik Pambığa, Sarcalıya, Quzanlıya. İndi hərəsi bir şəhər olub, bir qəsəbə olub. Şükürlər olsun. Kariyer, Köroğlu Dağı, Çoban Dağı. Orada bir ballı tepe de var idi. Çullu, Xıdırlı, Yeddi Xırman belə, nə bilim. Burada Qumlu Dərə idi, Qumlu Dərə. Qumlu Dərə, bax oradan axan ağ, Qumlu Dərə artıdır. Bu günlərə şükürlər olsun. Belə düz Xıdırlı Xankəndi belə qiyaslımızdır. Sağa da dönürük. Ağdərə yolu Şahbulaq. Qəbristanlığımıza dəyib. Allah cəm dünyasını dəyişmişlərimizə rəhmət eləsin deyib. Qaydaq kəndimizə. Amin inşallah. Məhəmməd sallallahu aleyhi salavat. Allahümme salli ala Muhammed ve ali Muhammed. İmamlarımıza bir salavat hediye edelim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Kerbala şehitlerine ve cümle şehitlerimize Allah gel rahmet eylesin bir salavat. Allahümme salli ala Muhammed ve ali Muhammed. Ve cümle qəbirstanlıq əhlinə. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allah gəni-gəni rəhmət eləsin. Hamısına gəni-gəni rəhmət eləsin. Belə deyim, bu günlərimizə də min şükürlər olsun. Allah bax bu qəbirstanlıqda gəlib, nə qədər zəhmət çəkənlər var, iş görənlər var. Allah hamısının köməyi olsun, hamısının ölənlərə rəhmət eləsin. Özlərinə sağlam ömür versin. Xudavəndi Kərim Allah, bax bu gözəl işlərlə məşğul olurlar. Tertemiz yolu var, irizi var. Şəkillər vurulur. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bax, belə qəşəng naves düzəlib, çən qoyulur. Hər bir şərait yaradılıb demək olar.
Gün olsun elə inşallah elimizdə, yurdumuzda, obamızda da bütün bu şəraitlər yavaş-yavaş qurulsun. İnşallah o vaxt olacaq. Allah cümlə qəbirstanlıq əhlinə də gəl rəhmət eləsin. Mamoğlu ilə də gəldik. Gəldik Mamoğlu ilə də qəbirstanlığımızı ziyarət edirik. Belə. Ham da öz qəbrinin üstün götürən ki, Allah hamısına rəhmət eləsin, cümlə qəbirstanlıq əhlinə. Həyatlı da qurban olum Allaha. Hamımızın axırımız buradır. Qismət olanda. Belə. Amin. Allah hamının da kömək olsun, Allah hamd olsun. Elə hamı işləyir, güclüyür valla. Nə versinlər. Hələ. Özünün elə bir o. Atasının, qohumunun, əqrabasının qəbirlərindən başlaşın üzərdir. Belə. Salam ay qiyaslı. Salam ay gözəl kəndimiz. Gözəl kəndimizin bütün insanları. Dünyasını dəyişənlər Allah rəhmət eləsin. Qalanlara da sağlam ömür versin. Amin. Salam mesidimiz. Salam ay Allah'ın evi. Dayandı. Dayandın. Kendimizi de sakladınız. Bak böyle. Bak böyle. Mamoğlu ile geldik. Güzel mesidimizi de ziyaret elədik. Düzdür. Bağladı kapısı. Ama ne farkı var ki Allah'a kurban olun. Bu günlere min şükürler olsun. Allah başta Ali Başkomandan olmakla bütün bu güzel müzeffər ordumuzun kürəyində dursun. Hamısın pənahında saxlasın Xudabəndi Kərim Allah. Şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Dünyadan köçənlərimizin hamısını Allah qəni-qəni rəhmət eləsin. Gedək evimizə. Bak burada bağçanın yoxuşu deyirdik də. Bağçanın yoxuşudur ilahi. Qanqal elə bil ağaç kimi qalxıblar. Yollardakı təmiz narahatdır. Belə deyilik. Biraz maşınla gələndə bura gərək Nive ilə, ciplə, Qurzavoy maşınla gələsən elə bil. Sedan yeri deyil. Bağçanın yoxuşu da elə bil, elə dümbələn düz yol oxşuyur bir növ. Yoxuşu balaca görükür də yəni. Bax belə, gəldik çatdıq 4 yol, Qozun dibi. Bax bura Qozun dibidir. Söyüddü qolun mətəsindən biri buraydı. Qozun dibi qıraqsa saplayaq. Vardır ya. Bura. Buraydı bizim yol. Bak bura. Burada idariye mektebe giden yoluydu. Buradan maşın keçir mi? Bir de Salamay güzel kendimiz. Şükürler olsun. Bugüne de şükürler olsun. En esas o için değil ha. Sesimiz öz kendimizden gelir. Vallahi bundan güzel ne olabilir ki? En güzel ve gün vallahi. En güzel tarihti. Hardan da baksan mescidimiz görükür. Salam ayımız. Salam aleyküm. Darıqmısan ayımız. Allah sen ne kadar darıqsan da belki de biz senden de çok darıqırıq. Ay hozumuz, ayımız. Allah'a kurban olun. Başımıza geldi de bu işler. Bu günlere şükürler olsun. Düz değil. Sen dağıttılar. Sen dağıttılar. Ama gene de dayandın. Ay kardeşler. Allah
Allah'a kurban ol. Kurban olum Allah'a. Hele bu güne şükürler olsun. Ay İmamoğlu. Gerçek köyde tapmışam İmamoğlu. İlahi bu da güzel güldü. Geçen defa gelende de bu burada var idi. İti itmedi kökü Kızılgül'ün. Allah'a kurban ol. İtmedi. Buralarda güller çoğuydu. Mazahir buranı betonlamıştı. Diye bak böyle. Burada da halımız var idi. Dağdağanlarımız kalıp, incil bizden kalıp. Nar her yerde var ama Kızılgül maraklıdır. Çok maraklıdır da Kızılgül'ün kalmağı. Neyse hamd Allah'ın salamı olsun. Evimizden, hayatımızdan, bacamızdan hamd Allah'ın salamı olsun. Ama oğluyla da gelmişik. Bak o dedi, Allah'ım sana rahmet eylesin. Mamamcılın, Hüseyin emcilin, Yakup'un. O tarafa konum, konşu, bu tarafa hamsı konum, konşu. Salam aleyküm, ay kohum, ay akraba, ay konşular. Daha hırıltılı danışmak gitti. Daha olanımız budur. Kurban olum Allah'a. Şükürler olsun. Vallahi. Min şükürler olsun. Bu günlerimize de şükürler olsun. Hamd Allah'ın salamı olsun. Kendimizden, yerimizden, yurdumuzdan. Büyümem 65 yaşım tamam olur. Bak hele bak 65 yaşında burada olmak Allah hamdolsun ne bileyim derem ki neyle. Bundan güzel hiç neyle bir görünmür. Şükürler, min şükürler bu güne. Ne geçey o Kızılgül'ün iyi geldi İmamoğlu. Beh. Bir tane de çay demleyip geçey. Hayatımızda İmamoğlu'yla çayımızı içip geleceğiz inşallah. Hamd Allah'ın salamı olsun. Evimizden. Allah bütün elden obadan bütün dünyasını değişmişlerin hamsına rahmet eylesin. Allah hamsına gel rahmet eylesin. Bak burada Rahim Emin, Sara Hala, Emin, Allah hamsına rahmet eylesin. Maya, bu tarafta rahmetli Kerem Emi, Güzel Hala, Zamun, Rabil, Adil, Allah hamsına gel rahmet eylesin. Elə bacımla da danışdım, aləm üzərindən də təbrik elədi, çox sağ olsun. Burada da Hümbət əmin uşaqları idi, Allah hamısının canını sağ eləsin. Orada Möhsüm əmi, Rübabə xalagil, Allah hamısının canını sağ eləsin. Ölənlərə rəhmət, qalanlara da Xudavənd Kərim Allah ömür versin. Bu tərəfdə Gila xalı idi, o tərəfdə Əhməd əmigili idi. Hamısı saydıqca qutarmır. Deyək ha, bak Kuvanmam, Hüseyin əmi, Allah hamısına Yakup, gəni rəhmət eləsin. Elə İmamoğlu'yla da gəlmişik, nə bilim qurban olum Allah'a. Bu günlərə şükürlər olsun, elə o şükürlər olsun deməyə buradan gəlmişəm. Allah özü hamının köməyi olsun. O cümlədən də dövlətimizin, Ali Başkomandanın, ordumuzun köməyi olsun. Bu da bizim İncilimiz. İncilimiz de izvesli olur. Da bunun ater göstermiyor. Düz qozun dibində geçək. Mamoğlu ilə ocağı qaladı, çayımızı qoydu. Qurban olum Allah. Elə geçək burada. Bir iskan çay içmək, vallahi onun özü də gözəllik. Düz deyil. Hələ bir cür başa düşür, hələ bir cür nə bilim, öz fikrində, ürəyində deyir. Kimi çıxır, açıq deyir. Allah eləsin elə hamı öz sözün həmişə açıqda desin. Ama Allah hamd olsun bir şey diyeyim de. Bunun güzelliği, bunun lezzeti. Yani 65 yılda burada olmak, 65 o yaşı burada geçirmek, ne bileyim, hamıya nasip olsun elə Elbo, obada, bak bu kendimizde yaşayıp, bak burada değil de ömrün günü sürmek. Ama qeyri-adi güzelliği var, rahatçılığı var. Bu günlərə şükürlər olsun. Bak bura möhtəşəm Qozun dibi. Qozun dibi, 4 yol. Bak ora biz tərəfə gedən yoluydu, indi Fızıllıq.
Bak buraya idareye giden yoldu. Manoğlu yolda akasya kırmış değil. Güzelliği gel. Bak. Burada. Hüseyinbeyli'ye giden yoldu. Şeyler bir buradan yol olmuyor. Heyle bak basıf o tencere. Ama şükürler olsun. Min şükürler olsun. Bak bura bizim Dokkaz'ın ağzıdır. Darvazanın ağzıdır. Hayatımızdı. Emmizdi. Ham Allah'ın salamı olsun. Öz emmizden, öz hayatimizden. Günlerim hem 65 yaşım tamam olur. Öz emmizde, öz hayatimizde. Allah hamdolsun bak böyle dağıntı olsa da şükürler olsun. Elə belçin evvelkinden de yaxşı emmizde. Ona göre de şükürler olsun ki şerefsiz erməninin əri yoktu bizim vətənimizdə. Hamını buradan salamlayıram. Bütün tebrik edilen dostları, kardeşleri, Ağdam Birliğin, Qiyaslı cemaatın, qohumları, qaziləri, 5-ci batalyonu, Mirzəyevçiləri, yani bütün dostları, kardeşleri salamlayıram. Hamı, fərqi yoxdur. Elə bütün Azərbaycandan, Rusiyadan, nə qədər millətimiz, qeyri-millətimiz var, hamısına da teşekkür edirəm, təbrik üçün. Öpürəm, bağrıma basıram. Hamını. Öz evimizden, öz hayatimizden. Hamının evi de güzeldi, hayatı da güzeldi. Ha vallahi. Ona göre değil. Bak böyle değil. Tam Allah'ın salamı olsun. Çok sağ olun. Hamınıza minnettarım. Teşekkür. Teşekkür. Be. Ne geçeydi. Allah'ın da olsun. Bir lezzetli de hava var. Bir güzel de belə deyim. Elə bilkin. Ne bileyim da indi. Evveller hiç bak bu havaya zada fikir vermemişik. Ama indi ne bileyim Allah'a kurban olun. Elə buranın havası bəs edir. Hamıya Allah'ın salamı olsun. Güzel insanlar. Güzel keçilər. Külək əsəndə elə bilkin Allah'ın da olsun yol qırağındasın. Bir qəşəkdə külək gəldi. Belə deyim o. Meh geldi de bak böyle. Öpürəm, bağrıma basıram hamını. Teşekkür. Çok sağ olun. Hamıya nəsib olsun. Ürəyi istədiyi yerdə öz gözəl günün qeyd eləmək. Elə öz ailəm, balalarımı da buradan öpürəm, bağrıma basıram. Bacılı, qardaşlı, oğullu, nəvəli, hamısı, hamını bu günlərə şükürlər olsun. Onu diyeyim ki bu güzellik tam başka bir güzelliktir. Ha vallahi. Hamıya nəsib olsun. Belə günlər. Həqiqət, Mazahir, İlqar, Sərfinaz, Mədinə, Ələsgər, Ələkbər, Cabir, Nərmin, Aylin, Banuş, hamınızı öpürəm, bağrıma basıram. Şahidə, Allah səni var eləsin. Benim güzelim. Bak buradan, evimizden, hamınıza Allah'ın salamı olsun. Kurban olum Allah'a. Bu günlere min şükürler olsun. Koy hozumuzda düşsün elə. Öpürəm hamınızı. Sağ olun, var olun, eski olmayın. Allah hamınızı var eləsin. Kardeşler, Allah hamının da canını sağ eləsin. Allah Mamoğlu'ya değmesin. Allah köməyin olsun ay Mamoğlu. Qəşəkdə çay dəmləmişik, yeriniz məlum belə pür rəngli. Bak bu da belə. Hamıya can sağlığı. Sağ ol ay Mamoğlu. Geldik bak bugünkü günü kendimize. 1 iyun 2025. yıl. Hamıya nəsib olsun. Yerinde, yurdunda, ürəyi istediği yerde bak belə deyim. Ad gününde keçirsin, yükleyinde keçirsin. Harda ürəyi istəyir, harda sakit olur orada. Vallahi bundan gözəli yoktu.
Bütün bak ne kadar kentimizden dünyasını değişenler var. Allah hamısına rahmet eylesin. Kalanlara da nasip olsun gelmek, yaşamak, onsuz da tikilecek, kurulacak. Allah ömür versin, o günü yaşasın. Bak bu güzel gözün dibinden de Allah'ım ya can sağlığı versin deyip öpürəm, bağrıma basıram hamını. Güzel gün oldu. Mamoğlu yaşattı bu günü. Sağ olsun. Elə geldik. Elə ne terki ne de bile değil. Bir ağlımız kesenden bir yerde olmuş yok. Elə bak bu 65 yaşı da elə bir yerde oldu. Hiç ne. Can sağlığı hamıya. Bak böyle. Güzel günler hamıya. İndi gölməsə də gözəllikdir. Elə gölməsənin üstündə yığışan bu kəpənəklər də bir gözəllikdir, eyvallah. Adama hər şey yaxşı gəlir. Paşti. Nazlı xanlının döngəsinə çatırıq. Eşəkdə tutdu ev. Qara tut. Ləzzətli tutdu. Bak böyle geçekte tuttu. Bak bu döngə Nazlı xanlı döngəsi. Nazlı xanın Aslanovkasıydı. Balış halacının evi de Ələmdargilin. Mustafa müəllim ki ondan sonra idi. Allah hamısına rəhmət eləsin. Burada Molla Ferdinin evidir. Bu da Ancıqola gedən yol Qozun dibinə. Belə də gəlirdik. İdariyə, məktəbə, Keşdazlıya, Yeməzliyə gedən yol. Hamıya Allah'ın salamı olsun. Kendin her tininden hamıya salam olsun. Bak bura Djerzinsk adına safkozun idaresiydi. Bak bu tikili. Bu da onun hayatıydı. Ambarı zadı. O taraflar Keşdazlı'dı. Bak böyle. Burada Sabetli'ydi. Kıyaslı Sabetli. Bunun da o tarafı çəkirliydi da indi. O vaxtlar sonradan da yerler paylanmıştı. Evler tikilmişti da indi. Bizim o bağın qutaracaqlarında. Heç ne. Bu günlərə gene deyirəm. Min şükürlər olsun bu günlərə. Yerimizdə, yurdumuzdayıq. İdarənin qabağından hamıya Allah'ın salamı olsun. Gedək məktəbimizin də yanına. Ama bu yol kadərdə şam ağaçları çok yerde durur, nar kimi. Şam da deməli möhkəm ağaçdır. Buralarda da sonradan da magazin, dərzixana, burada çok şey var idi. Buralarda məktəbin qabağıdır. Belbol stadyonu Berdeydi. Buradan idi. Məktəbin qapısı. Burada da yolkalar durur ama. Heç nə. Burada da 10 yıl oxumuşuq. Burada məktəbin qabağı. Bu tərəfdə hamam, artizan, kalon, hər şey. Hər şey. Artizan deyə ora düşürdü. Hadi heydeydi. Geldik Mamoğlu'yla gezdik. Ereğin üstünde görmürse Allah ne kadar məktəbdə dərs deyib, oxuyub, dünyasını dəyişən var, hamısına rəhmət eləsin. Qalanlara da sağlam ömür versin. Amin inşallah. Gedək. Kəndə bir kuruq eləyirik. Nə? Kalon, park. Sonra da evler o kadar tikilmişti, o kadar tikili var idi.
elə dəqiq şey deyə bilmirik. Gəldik çatdıq Keşdazlı'nın yolu ayrıcına. O ağaçlarda da Allah hamd olsun kuşlar elə çimişirdi deyik qondular. Xeyli axdılar ha. Kəpənəklər də ki maşallah adama ümumiyyətlə ləzzət verir. Gölməçələrdə. Bura Keşdazlı. Keşdazlı. Dərmançı Allah verdinin evi. Feruz'a buradan salam deyirik. Bizim yolumuz bu tərəfədir. Qanafəmizin tərəfə. Heç nə. Geçən dəfə Loğmanla burada olanda Keşdazlı'dan bir dənə doğuşan gəldi. Allah hamd olsun. Biz də burada dayanmışdıq elə. Tormuz verdi nə tərcih etdisə. İndi amma elə adam görür amma biri bir efirə düşmür heç nə. Daha dayanmıram məni çək. Dayanmaram. Qardaş yanında var Alabaş. Geçəkdir bu. Geçək gör. Mamoğlu geçək də tut deyil. Deyil tutun geçək kölgəsi var burada. Bəh. Sen Allah gülətçəyə bax. Bak burada da 89'da tikilib. Quluyev. Quluyev Hacı, Quluyev Salman, Ramizin dersen familyası Quluyev idi. Fərqi yoxdur, ola bilər səhv desək də. Heç bir qəbahət yoxdur. Allah qalana can sağlığı, dünyasını dəyişənə də qəni rəhmət edəsin. Evdən obadan nə qədər qalıbsa, qalana bax belə gözəl kəndimiz, ölənlərə də Allah rəhmət edəsin, həyatlıdır. Bu günlərə də şükürlər olsun. Amma nə qəşək qanqallar uca əmələ gəlib, çətənədən ötəri. Göyün kimi bu da uzanır. Yox, o çiçək açır. Göyün də gördü, İmamoğlu'nu. Qanqaldakın adamdan da qəlbidir ilahi. Nə İran ola, qəşəkdir. İndi bura hara oldu, yaxşı. Bura Şəköyün döngəsi. Döngə. Ora gedir, qozun dibinə sən gedirsən. Belə gəlir, dönür burada. Rəhmətli Hacı müəllimgil, Mənaf əmgil. Bu tərəfə yol bağlıdır. Rəhmətli İsa əmgilə, Dəryaquloğlu İsa. Burada asfalt yox idi, deyim belə. Bax, belə bir şey. Bax, burada yol ayrıcıdır, bax, döngə. Bura əvvəllər indi asfalt idi, deyim, bax, belə qalıb. Amma onu deyim ki, nə qədər kəhlik var, nə qədər bir Allah hamd olsun. Deməli, Vəsifdə vaxtları burada heç elə şey yox idi. İndi baxırsa... Nə uçdu Mamoğlu? Maşallah xeylaq var. Kölgələnirlər də. Belə. Allah elə o bir cəmaata qalanlara ömür versin, gəlib elimizdə, obamızda yaşamağı nəsib eləsin inşallah. Hərəkətdə burada İzveçli yeriydi. Bax, bura rəhmətli İmran Əminin evidir. Bu tərəf rəhmətli Xasay Əmgilin eviydi. Bax, belə də gedəndə çıxırdı buradan bu ara yol cığır Çəkilliyə. Üzü bu tərəf gedirdi Yavaşarlıya. Bax, belə. Belə də gedirdi qozun dibinə. Neysə, qurban olum Allah'a. Nətərdə fızıllıq basıbsa. Amma kəndi quruqladıq. Quruqladıq, özdə qəşək quruqladıq. Belə ürəyimiz istəyən piyada. Tutdan yeyə. Çətənədən yeyə.
lezzetle söhbət eləyə. Hamıya nəsib olsun. Gözəllikdir valla. Özdə qeyri-adi gözəllikdir. Deməli, bax, belə də bir ağaçlara rast gəldik. Qeyri-adi ağaçlardır. Nə çiçəyi var, nə meyvəsi var, adam bilmir nədir. Amma çox ləzzətli ağaçdır. Bax, rəhmətli Alış əmigilin evlərinin yanında belə deyək. Oralardır. Xeylaq da var, elə yolun sağı, solu, həmən ağaçlardandır. Bax, belə qeyri-adi bir ağaçlar əmələ gəlir. Bülbüllərin çəkçəkinə baxırsan Allah. Burada böyük kişəmcinin evidir. Allah gən rəhmət eləsin. Qalanlara ömür versin. Onların zaborudur. Belə. Bu da rəhmətli Əmir əmicinin eviydi. Sonra Məşədoğlu Əkbərin eviydi. Heç nə, daha gəldik, çatdıq, dəbir kuruq elədik. Həyətində ev var idi, Vahiddən var. Vahid deyilmişdi, Allah rəhmət eləsin hamısına. Bu da Vəzgilin oldu. Oldu, Toşlu. Bax, o evdə rəhmətli Yaqubun, Usta Yaqubun evidir. Qaradaşdan teymişdi. Fundamentindən rəhmətli. Usta Söynəmin oğlu, Quvanmamın oğlu, Məqsədin qardaşı. Belə deyim. Kendi bir kuruq elədik. Bu. Əhməd əmgilin, Abbas ərazi eləmişdim. Allah rəhmət eləsin onlara. Elə Abbasın oğlu Amilə də buradan salam olsun. Gənc bu. Oğuz buydu, bu yerdən oldu. Əzim müəllimgilin Allah rəhmət eləsin. Buradan da sizin ki, buradan da sizə gedən yoluydu. Evlərdə deyir, orada manavucu. Fuzulluq deyir, girmək olmur, yalan yoxdur. Kuruq eləyib, gəldik, çıxdıq gene də öz evimizə. Ozumuz, biləkənimiz, bax belə deyir. Bax, bura Aftaf xalacının, Hümbət əmginin, Tahirə salamlar olsun buradan onların evi. O evin dalından Əmbər müəllimgilə gedirdi. Kərəm əmi, Gözəl xala, Rəhim əmi, Sara xala, Gira xala, Əhməd əmini dedik, Məqsədgil. Biz yuxarı qalxanda Rubaba xala, Sona xala, Düymə xala, Zeynəb xala getdik düz, rəhmətli Həsən əmgilə kimi. Göycəmi, hamısı, Allah hamısına qən rəhmət eləsin. Hamıya da nəsib olsun, gəlmək, gəzmək, görmək, ziyarət eləmək. Nəyə desən dəyir, Allah hamd olsun. Gedib bilmirəm, yox, xarici dövlətlərdə də adam gəzəndə gəlir, deyir, yaxşıdır. Amma deyirəm ki, Allah hamd olsun, dünyanın elə ən gözəl yeri şəxsən mənim üçün, bax, elə bax bu, kənd kəsək, bax bu gəzinti. Elə bilirəm ki, ən gözəl yeri gəzdim, gördüm. Heç nə, hamıya can sağlığı arzuluyuruq. Bax burada. Qurban olum Allah'a. Daha burada da xudafizləşirəm hamıyla, evimizin yanına. Bura bizim evimizin yanıdır. Ona görə də ürəkli xudafizləşirəm. Gün o gün olsun. Allah ömür versin. Elə bura qohum, əqraba, dost, qardaş qapı üzlərini açıq olsun. Mən də qarşılaya bilim. Mən eləməsəm də uşaqlarım eləyər inşallah. Hamıya Allahın salam olsun. Bax bu gözəllikdir. Kətdə boyana da kökünü itirməyib. Əlada Allah'ın da olsun bir dad tam var özdə. Yedikdən adama ləzzət edir.